Salamlar herkese. Bugün Essential Idioms in English kitabımızın Lesson 8, 8. dersinden devam edeceğiz. To be about to, yani to be at the moment of doing something. Bir şey etmeye hazır olmak, bir şey etmeye hazırlaşmak veya yaxud. Misallara baxaq. I was just about to leave when you telephoned. Sən zəng edəndə mən çölə çıxmağa hazırlaşırdım, tərk etməyə hazırlaşırdım. Oh, hi John. We are just about to eat dinner. Biz indicə yemək yeməyə başlayırdıq və indicə yemək yeməyə hazırlaşırdıq. To turn around, dönmək, çevirmək və yaxud bir şeyin tamamilə halını dəyişdirmək. The man turned his car around and drove back the way he came. Adam kişi maşınını geri döndərərək gəldiyi yoldan geriyə doğru sürdü. The company has been very successful since the new business manager was able to turn it around. Şirkət çox uğurlu idi since bəri. Nə zamandan bəri yeni business menecerinin işləri çevirə bildiyindən, dəyişə bildiyindən bəri şirkət çox uğurlu idi. Uğurlu oldu. To take turns, yəni yerini dəyişmək, növbələşmək. During the trip, səyahət sırasında Darlin və mən took turns driving. Maşın sürməkdə növbələşdik. So that either of us would tire out. Beləcə bizlərdən heç biri yorulardı. Yəni bizlərdən heç biri yorulmaması üçün maşını növbələşərək sürdük. I have to make sure that my two sons take turns playing the video game. Mən əmin olmalıyam ki, mənim iki oğlum video oyunları oynadıqlarında növbələşirlər. Növbələrini bir-birlərindən növbə alırlar. To pay attention, diqqət etmək, bir şeyə diqqət vermək. Please pay attention to me. Lütfən mənə diqqət edin. While I'm speaking to you, mən sizlə danışarkən. While ikən deməkdir. Yəni mən sizlə danışarkən lütfən mənə diqqət edin. You'll have to pay more attention in class if you want to get a good grade. Siz daha çox və yaxud sən daha çox diqqət yetirməlisən sinifdə əgər yaxşı qiymət almaq istəyirsənsə. To brush up on, yəni to review something in order to refresh one's memory. Birisinin öz yaddaşını yeniləməsi üçün gözdən keçirmək, yəni. Brush up on, yəni közdən keçirmək, üstündən süngər çəkmək kimi düşünə bilirsiniz. Before I traveled to Mexico, Meksikaya səyahət etmədən öncə, I brushed upon my Spanish. Mən İspanyolcamı gözdən keçirdim. I haven't practiced it since high school. High schooldan bəri mən onu praktika etməmişəm. In order to take that advanced mathematics class, advanced səviyyəsində olan riyaziyyat dərslərini götürmək üçün, in order to, yəni üçün, Sydney will have to brush upon his algebra. Sydney yenidən gözdən keçirməli olacaq cəbrini, öz cəbr elmi ki var, cəbrini gözdən keçirməli olacaq. Over and over again, time after time, time and again, yəni repeatedly, təkrarən, bir şeyin təkrarən olmağı. The actress studied her lines in the movie over and over again until she knew them well. Aktrisa öyrəndi öz linelarını, yəni öz deyəcəyi sözləri kinoda təkrar dəfələrcə until she knew them well. Onları yaxşı bilənə qədər. Children have difficulty remembering rules. Uşaqların rule, yəni qanunlar. Qanunları xatırlamaqda çətinlikləri var. Difficulty, çətinlikləri var. So it's often necessary to repeat them over and over again. Beləcə, it's often necessary, yəni tez vacib olur to repeat them, təkrarlamaq onları over and over again, üst-üstə dəfalarca. Time and again, I have to remind Bobby to put on his seat belt in the car. Time and again, yəni durmadan, dəfalarca mən I have to remind Bobby'yə xatırlatmalıyam, başlayın. To put on his seat belt in the car. Maşında kəmərini bağlamağını. To wear out
To use something until it has no value or worth anymore or to make useless through wear. Yani to wear out bir şeyi giyinərək köhnəltmək, bir şeyin köhnəlməsi. When I wear out these shoes, mən bu ayaqqabıları köhnəldəndə, yəni çox geyinəndən sonra I will have to buy some that last longer. Mənim yenə də daha uzun sürə biləcəklərindən almalı olacağam. Yəni daha yaxşılarından belə deyim, almalı olacağam. What do you do with your clothes after you wear them out? Paltarların köhnəldikdən sonra, sən onu geyinərək köhnəldikdən sonra paltarlarınla nə edirsən? Throw away, bu bir şey atmaq. I generally throw away my clothes when I wear them out. Mən generally, yəni adətən, ümumiyyətlə, ümumi halda paltarlarımı atıram köhnəldikdən sonra. Don't throw the magazines away. I haven't read them yet. Mağazinləri atma, mən onları hələ oxumamışam. To fall in love, yəni to begin to love. Eşqə düşmək, aşıq olmaq. Ben and Sel fell in love in high school. Ben and Sel aşıq oldular high schoolda and got married after graduation, yəni məktəbi bitirdikdən sonra evləndilər. Have you ever fallen in love at first sight? At first sight yəni ilk görüşdə. Heç sən ilk görüşdə aşıq olubsan. To go out, buradakı mənası, bir neçə mənası var əlbəttə ki. To stop functioning, bir şeyin işlənməyini dayanması. To stop burning, yanmağın dayanması. Və yaxud to leave home or work, işdən və ya evdən çıxmaq. Və yaxud step out da deyə bilərsiniz. Bu da o mənaya gəlir. Çölə çıxmaq mənasında. The lights went out all over the city. Bütün şəhərdə işıqlar getdi. Biz getdi deyirik. Bu ifadə də ingiliscəsində var yəni. Because of an electrical problem. Elektrik olan bir problemə görə bütün şəhərdəki işıqlar getdi. The campers didn't have to put out the fire because it went out by itself. Kamp eləyənlər didn't have to put out yanmaq yəni yandırmaq, bağışını söndürmək. Didn't have to put out the fire. Alovu söndürməli olmadılar çünki o özlüyündən, because it went out by itself, özlüyündən söndü. Gary isn't here right now. Gary burada deyil indi. He went out to the store for a moment. O bir dəqiqəlikdə mağazaya getdi. I have to step out of the office briefly to pick up a newspaper. Mən yəni ofisdən tez bir zamanda çıxıb qəzeti almalıyam. Out of the question, yəni sual belə oluna bilməz deməkdir. Yəni impossible, mümkün deyil. Stephen told Deborah that it was out of the question for her to borrow his new car. Stephen Deborah'a dedi ki, heç sual belə oluna bilməz ondan maşınını ödünç alması. Don't expect me to do that again. Mənim bunu etməyimi təkrarən gözləmə. It's absolutely out of the question. Bu tamamilə oluna bilə bilməz, belə deyim. To have to do with. Yəni to have to do, to have some connection with or relationship to. Bu ingiliscəsində həddindən artıq çox istifadə olunur. Yəni əlaqəsi. Məsələn deyirik, bunun mənlə nə əlaqəsi var? What does it have to do with me? Əlaqəsi olmaq. Ralph insisted that he had nothing to do with breaking the window. Insist yəni necə deyirlər? Üzərinə basa-basa demək. Təkid etmək. Ralph təkid etdi ki, o pəncərənin qırılmasında heç bir əlaqəsi yox idi. What does your suggestion have to do with our problem? Sənin məsləhətinlə bizim problemin əlaqəsi nədir? Bu cür işlənir. İdiomslar həddindən artıq çox önəmlidir. Gördüyünüz kimi sizin belə öz dilinizdə günlük işlətdiyiniz
kəlmələri ingilis dilində idiomlar vasitəsilə tapa bilirsiniz və istifadə edə bilirsiniz ki, bu da həddindən artıq necə ki siz öz dilinizdə rahat danışmaq üçün xüsusi kəlmələrdən istifadə edirsiniz. Bu xüsusi kəlmələr də ingilis dilində idiomlardır və bunlar da həddindən artıq çox istifadə olunur. İstər kitablarda, istər danışıqda, istər filmlərdə. Ona görə bunları bilməmək ingilis dilində danışa bilməmək və yaxud başa düşə bilməmək deməkdir. Özünüzə yaxşı baxın. Gələcək dərsimizdə görüşənədək.